Bürç TV Bürç həvəskarlarına 9 Mart 2025-ci il üçün astroloji proqnozu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Gün mübahisəli olacaq. Səhər saatlarında həmkarlarınızı əməkdaşlığa sövq etmək çətin olacaq. Heç kim güzəştə getmək istəməyəcək, hər kəs təkid edəcək və birlikdə işləməkdən daha çox özünü təsdiq etmək barədə düşünəcək. Bəzi planlar gözlənilməz hallar müdaxilə etdiyi üçün dərhal yenidən qurulmalı olacaq. Ancaq çətin dövr uzun sürməyəcək. Əksər qoçlar onlara tanış olmayan mövzuları asanlıqla başa düşəcək, düzgün nəticələr çıxaracaq və yeni şeylər öyrənəcəklər. Günün ikinci yarısı həm işgüzar tərəfdaşlarla, həm də yaxınlarınızla ciddi söhbətlər üçün əlverişlidir. Yeni tanışlara etibar etməyə tələsməyin. Bugün çox fərqli insanlarla ünsiyyət qurmalısınız və onlar həmişə dürüst və açıq olmayacaqlar. Kimsə heç bir nəcib motivləri rəhbər tutmadan rəğbətinizi qazanmağa çalışa bilər. Ancaq köhnə müttəfiqlər yenidən sizi dəstəkləyəcək, lazım gələrsə tez bir zamanda köməyə gələcəklər. Çoxdankı bir hobbini xatırlamaq, bir vaxtlar sizə parlaq emosiyalar bəxş edən işi yenidən görmək faydalı olacaq. Əhvalınız dərhal yaxşılaşacaq, maraqlı fikirlər ortaya çıxacaq. Axşam saatları mütaliə etmək, eləcə də təfərrüatlara diqqət və konsentrasiya tələb edən tapşırıqlar üçün yaxşı vaxtdır. Gün ünsiyyət üçün əlverişlidir. Əvvəllər yola getmədiyiniz insanları yaxşı başa düşəcəksiniz, gərgin olan münasibətlər hər kəs üçün daha isti və xoş olacaq. Sevdiklərinizlə daha çox vaxt keçirmək istəyəcəksiniz və belə bir fürsət əldə edəcəksiniz. Sevdiyiniz insan sizə tərəf addım atacaq və bu sizi məmnun edəcək. Nağd vəsait daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən gəliriniz ola bilər. Bəzi qoçlar yeni gəlir mənbəyi tapacaqlar. Bürcün bəzi nümayəndələrinə iş təklif oluna bilər ki, onlar da tezliklə bu işin öhdəsindən məmnuniyyətlə gələcəklər. İdeyaları bölüşmək və təşəbbüs göstərmək üçün əla gündür. Fikirləriniz çoxlarının xoşuna gələcək. Onlar hətta əvvəllər sizə rəğbət bəsləməyən insanlar tərəfindən də qiymətləndiriləcək. Əvvəllər yola getmədiyiniz insanlar dostluq etmək istəyəcəklər. İntuisiyanız hamı ilə düzgün davranmağınıza kömək edəcək. Maliyyə məsələlərində diqqətli olmalısınız. Qərar verməkdə tələsməyin, çox xərcləməməyə çalışın. Lazımsız alış-veriş etməzdən əvvəl 2 dəfə düşünün. Az sonra pulun daha vacib bir şey üçün istifadə edilməli olduğunu görəcəksiniz. Sizi narahat bir gün gözləyir. Planlaşdırılan hər şeyi etmək çətin ki, mümkün olacaq, gözlənilməz hadisələr baş verəcək. Tamamilə yeni bir işə başlamalı ola bilərsiniz. Planlarınızı dəyişdirən xəbərlər alacaqsınız. Kiçik məişət fikir ayrılıqları ola bilər, amma ciddi münaqişələr yaranmayacaq, hər şeyi tez həll etməyin yolunu tapacaqsınız. Həddindən artıq işləməməyə çalışın. Diqqətinizi qayğılardan yayındırmaq, dincəlmək sizin üçün faydalı olacaq və bunu etmək fürsəti günortadan sonra mütləq yaranacaq. Bu vaxt kiçik alışlar üçün də münasibdir, bazarlığınız uğurlu olacaq. Buğa. Həmkarlarla qarşılıqlı anlaşmaya nail olmaq çox asan olmayacaq. Xarici amillərin müdaxiləsi səbəbindən adi iş rejimi pozulacaq. Tez tənzimləməli olacaqsınız, buna görə də çeviklik və tez keçid qabiliyyəti buğaların əksəriyyəti üçün faydalı olacaq. Sizə deyilən hər şeyə inanmağa tələsməyin. Siz təsadüfən və ya qəsdən yanıla bilərsiniz, ona görə də hər hansı bir məlumatı 2 dəfə yoxlamaq və aydınlaşdırmaq vacibdir. Bütün gözləntiləriniz doğrulmayacaq. Yaxşı fürsətləri əldən verməmək üçün diqqətli olun. Günün əvvəlində diqqətli olun. Bu, xüsusilə işgüzar baxımdan vacib bir zamandır. Əgər görüşlər və ya danışıqlar planlaşdırılırsa, onlara ciddi hazır olun, improvizə etmək və düzgün sözləri tez tapmaq bacarığınıza güvənməyin. Yeni tanışlarla ünsiyyət köhnə tanışlarla müqayisədə demək olar ki, daha asan olacaq, onlarda dərhal düzgün təəssürat yaradacaqsınız. Günün ikinci yarısı sevindirəcək. Bu zaman siz bir baxışda insanları başa düşəcəksiniz və bu bacarığınız işdə sizə kömək edəcək. Həmişəkindən daha çox narahatlıqlar olsa belə özünüzü yorğun hiss etməyəcəksiniz, hər şeyin öhdəsindən gələcəksiniz, əylənmək, sevdiklərinizlə vaxt keçirmək üçün də mütləq fürsət tapacaqsınız. Bugün çox fərqli insanlarla qarşılaşmalı və hər kəsə bir yanaşma tapmalı olacaqsınız.
Bu, asan olmayacaq, amma bunu mütləq bacaracaqsınız. Təcrübəniz kömək edəcək. Səfərlər ehtimal olunur və yola erkən hazırlaşmalı olacaqsınız. Hər şey yaxşı olacaq, səyahətə çıxdığınız üçün peşman olmayacaqsınız. Bugün yaxınlarınız məsləhət üçün həmişəkindən daha tez-tez sizə müraciət edəcəklər. Vəziyyəti sakit şəkildə qiymətləndirmək, təxribatlara yol verməmək bacarığı səhvlərdən qaçmağa kömək edəcək. Günün ikinci yarısı ailə məsələlərini müzakirə etmək üçün münasib olacaq. Əgər gün üçün vacib bir iş planlaşdırırsınızsa, israrlı olmağa hazır olun. Hər şey dərhal istədiyimiz kimi alınmayacaq. Bəzən başladığınız işdən imtina etmək istəyi çox güclü olacaq, lakin sonradan buna tab gətirdiyiniz üçün özünüzü dəfələrlə tərifləyəcəksiniz. Uzun müddətdir alınmayan işlərin öhdəsindən gəlmək şansınız olacaq. Bəzi buğalar gözlənildiyindən də yaxşı nəticələr əldə edəcəklər. Gün maliyyə məsələlərinin həlli üçün əlverişli olacaq. Burada səhv etməyəcəksiniz, pulu düzgün idarə edəcəksiniz. İş haqqında düşünmək yaxşıdır. Yəqin ki, yaxın gələcəkdə mühüm peşəkar qələbələr qazanmaq üçün nə etmək lazım olduğunu başa düşəcəksiniz. Çətin ki, bugün məqsədlərə nail olmaq asan olsun, amma başladığınız işə davam etsəniz, hər şey nəticə verəcək. İndi emosiyalara qapılmamaq və tələsik qərarlar qəbul etməmək xüsusilə vacibdir, xüsusən ailə məsələlərinə və ya təkcə sizi maraqlandıran bəzi məsələlərlə bağlı olduqda. Günorta bir çox ciddi məsələləri sakit şəkildə müzakirə etmək olar, necə davranmalı olduğunuz aydınlaşacaq. Axşam saatlarında yaxınlarınızla ünsiyyət xüsusi əhəmiyyət kəsb edəcək. Ola bilsin ki, sizin dəstəyə ehtiyacınız olacaq. Və sadəcə başa düşüldüyünüzü hiss etmək də gözəl olacaq. Əkizlər, gününüz xoş keçsin. Güc və enerji artımı başqalarının imkanlarından kənarda olan iş həcminin öhdəsindən gəlməyə imkan verəcəkdir. Yaradıcı yanaşma bir çox əkizlərə çətin vəziyyətlərdə zərif və qeyri-ənənəvi həll yolu tapmağa kömək edəcək. Əqdlərin bağlanması üçün əlverişli dövrdür. Dürüstlüyünüz bəziləri üçün həddindən artıq görünə bilər, lakin bu istənilən danışıqlarda qeyri-müəyyənlikdən qaçmağa kömək edəcək. Axşam yeni əlaqələr qurmaq və pozulmuş əlaqələri bərpa etmək üçün əlverişlidir. İlk addımı atmalı olacaqsınız, sonra hər şey sizin xeyrinizə olacaq. Gün uğurlu əməliyyatlar, maliyyə daxil olmaları və mürəkkəb maliyyə məsələləri üçün əlverişli həll yolları vəd edir. İşinizdə uğur qazanacaqsınız. Əvvəllər buraxdığınız səhvləri düzəldəcək, çətin bir işin öhdəsindən yaxşı gələcəksiniz. Köhnə işgüzar əlaqələri bərpa etmək və yeni tərəfdaşlar tapmaq imkanı yaranacaq. Qohumlarla fikir ayrılıqları istisna edilmir. Bugün bəzi əkizlər əvvəllər çox yaxşı anlaşdıqları insanlarla yola getməkdə çətinlik çəkəcəklər. Ancaq inadkar olmasanız, kiçik güzəştlərə getsəniz, hər şey düzələcək. Həyəcanlanmayın. Bugün ətrafınızda baş verənlərdən asılı olmayaraq soyuqqanlılığı qorumaq və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı sizə çox faydalı olacaq. Başqaları həmişə niyə belə hərəkət etdiyinizi başa düşməyəcəklər. Uzun izahatlar lazım olacaq. Hər hansı bir işə başladıqda onların çox vaxt aparacağına hazır olun. Bu, görüşlərə və danışıqlara da aiddir. Odur ki, gün üçün çox plan qurmayın, gecikmələrə hazır olun və təslim olmayın. Çox yaxşı işlər görəcəksiniz. Ulduzlar sizi dəstəkləyəcək və hətta əvvəllər çox çətin görünən işlər də yaxşı nəticələnəcək. Gün səfərlər üçün münasibdir, onlar asan və xoş olacaq, gözləntilərinizi doğruldacaq, xoş xatirələr buraxacaq. Sevdiyiniz insanla səyahət edə bilərsiniz. Əyləncəli vaxt keçirəcək, çox şey danışacaq, bir-birinizi daha yaxından tanıyacaqsınız. Gün yaradıcılıq və təhsil üçün əlverişli olacaq. Yeni məlumatları yadda saxlamaq, ondan düzgün nəticə çıxarmaq sizin üçün asan olacaq. Bəzi əkizlər təcrübəsi tezliklə faydalı olacaq insanlarla görüşəcəklər. Tələsmək daha yaxşıdır. Günün ilk yarısı xüsusilə məhsuldar olacaq. Vaxtınızı boş yerə sərf etməsəniz, çox şey əldə edəcəksiniz. Köhnə tanışların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Bu cür insanlar sizə yeni bir vəziyyətdən baş açmağa kömək edəcəklər. Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Çox sevinəcəyiniz maraqlı tanışlıqlar, görüşlər mümkündür.
Bəzi əkizlər köhnə əlaqələri bərpa etmək, küsülü olduqları şəxslərlə barışmaq şansı əldə edəcəklər. Yaşlı qohumlarla ümumi dil tapmaq asan olacaq, onlar sizə bir çox cəhətdən dəstək olacaqlar. Xərçəng. Asan gün deyil. Bütün planlarınız gerçəkləşməyəcək. Bir çox xərçənglər işin nəticələrinə ən yaxşı təsir göstərməyəcək əhəmiyyətsiz xırda şeylərdən yayınmağa meyilli olacaqlar. Təcili həllər tələb edən gözlənilməz problemlər yarana bilər. Ciddi və iri miqyaslı layihələri üzərinizə götürməməlisiniz. Ancaq çox çətinlik çəkmədən rutin işlərin öhdəsindən gələcəksiniz. Başqalarından kömək ümidləriniz özünü doğrultmayacaq. Başqalarına onlardan nə istədiyinizi izah etmək çətin olacaq. Buna görə də ilk növbədə öz gücünüzə güvənin və artan iş yükünü götürməyin. İstənilən işə ciddi yanaşmağa çalışın və hər işdə bəxtinizin gətirəcəyini gözləməyin. Ola bilər ki, səhər saatlarında bəzi xırda çətinliklərlə üzləşməli olacaqsınız. Bəzi yeni işlər ortaya çıxa bilər və onların necə həll oluna biləcəyi dərhal aydın olmayacaq. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Özünüzü daha şən və enerjili hiss edəcək, həvəslə çətin bir işin öhdəsindən gələcək və bu işdə uğur qazanacaqsınız. Xoşbəxt bir təsadüf sizə son vaxtlar çox darıxdığınız insanlarla söhbət etməyə imkan verəcək. Bugün hansısa ciddi işlə məşğul olsanız, tez və asanlıqla uğur əldə etməyin mümkün olmayacağına hazır olun. Bir şeylər uğursuz ola bilər, köhnə razılaşmaların pozulması ehtimalı var, buna görə də planlara düzəlişlər edilməlidir. Amma başladığınız işdən əl çəkməsəniz, məqsədinizə çatacaqsınız. Kömək üçün kimə müraciət edə biləcəyinizi düşünün. Dostların dəstəyi çox faydalı olacaq, bundan əlavə onlarla gözəl vaxt keçirəcəksiniz. Gün ailə işləri üçün münasibdir, onların öhdəsindən tez gələ bilərsiniz. Qeyri-adi ideyalar və yeni planlar meydana çıxacaq. İntuisiyanıza etibar edin, o sizə necə davranmalı və ilk növbədə nəyə diqqət yetirməli olduğunuzu söyləyəcək. Müşahidə və xırda təfərrüatları fərq etmək bacarığı günün ortasında çox faydalı olacaq. Onun sayəsində siz səhv etməyəcəksiniz və başqalarına səhvlərdən qaçmağa kömək edəcəksiniz. Gün vacib məsələlərin müzakirəsi üçün münasibdir. Bundan əvvəl çox mübahisələrə səbəb olan məsələni sakitcə müzakirə etmək mümkün olacaq. Başqalarının sizdən nə gözlədiyini başa düşəcəksiniz. Gün xoş olacaq. Uğurlu təsadüflər, sizi sevindirəcək xoş xəbərlər mümkündür. Aydın olacaq ki, çoxdan düşünülmüş planı həyata keçirməyin vaxtı gəlib və boş yerə vaxt itirməyəcəksiniz. Köməkçilər və ortaqlar da tapılacaq. Ola bilər ki, hətta rəqiblər də sizin tərəfinizi tutmaq istəsinlər. Maliyyə işlərinin vəziyyətinə diqqət yetirin. Bugün planlaşdırılmamış xərclər, gözləntiləri doğrultmayacaq əməliyyatlar mümkündür. Borc vermək arzu olunmazdır. Qəfil alışlardan çəkinmək daha yaxşıdır. Şir. Qeyri-müəyyən bir gündür. Səhər saatlarında ciddi və məsuliyyətli vəzifələr götürməməlisiniz, xüsusən də digər insanların cəlb edilməsini tələb edirsə. Əksər şirlər başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaqda çətinlik çəkəcəklər. Danışıqlar aparmaq üçün yaxşı vaxt deyil. Şöhrətpərəstliyiniz və inadkarlığınız nüfuzunuza yaxşı təsir göstərməyə bilər. Bununla belə enerjinizi düzgün istiqamətə yönəltsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Bir az sonra müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz emosiyaların öhdəsindən gələcək, çoxlu yaxşı imkanlar görəcək və onlardan uğurla yararlanacaqsınız. Siz hərəkət etməlisiniz. Bugün vacib işlərə köklənsəniz, diqqətinizi xırda işlərə yayındırmasanız çox işin öhdəsindən yaxşı gələcəksiniz. Gözlənilməz kəşflər, planlarınıza təsir edəcək xəbərlər ola bilər. Həmişə sizə xüsusilə maraqlı görünən bir işlə məşğul olmaq imkanınız olacaq. Gün sizinlə maraqlanan insanlarla ünsiyyət üçün münasibdir. Hər hansı bir xırda şeyə görə mübahisə etdiyiniz insanlarla belə anlaşacaqsınız. Axşam saatlarında səfərlər mümkündür. Sevdiyiniz bir adamla yola çıxsanız, xüsusilə yaxşı alınacaq. Günün başlanğıcı maraqlı və ruhlandırıcı olacaq. Bəzi qeyri-adi və xoş hadisələr, uğurlu təsadüflər, eləcə də sizi ruhlandıracaq görüşlər ehtimal olunur.
Bu vaxt bəzi mürəkkəb və iri miqyaslı işlərin öhdəsindən gəlmək üçün əlverişlidir, uğur qazanacaqsan. Günün ikinci yarısında illüziyalar qurmamaq, vəziyyəti real qiymətləndirmək xüsusilə vacib olacaq. Bu, boş ümidlərdən və məyusluqlardan qoruyacaq və məqsədə çatmağın ən qısa yolunu tapacaqsınız. Pulla bağlı hər şeydə diqqətli olmağa dəyər. Sövdələşmələrə və alış-verişə tələsməyin. Əvvəllər yaranmış bir çox problemləri bugün gözlənilmədən asanlıqla həll etmək olar. Necə hərəkət edəcəyinizi başa düşəcəksiniz, məqsədə qısa yolu tapacaqsınız. Bəzi uzunmüddətli planları yerinə yetirmək və ya çox səy sərf edilmiş işi uğurla başa çatdırmaq şansı olacaq. Dostlar sizi dəstəkləməyə hazır olacaqlar, onlara borclu qalmamağa çalışacaqsınız. Bugün bəzi çox vacib suallara cavab tapacaqsınız. Günün sonuna qədər verilən qərarlar doğru qalacaq. Sonradan başqaları sizin uzaq görənliyinizə heyran olacaqlar. Gün kifayət qədər gərgin keçəcək, lakin bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Müşahidə qabiliyyətiniz kömək edəcək, əvvəllər heç kimin görmədiyi fürsətləri görəcəksiniz, çətin vəziyyətdən gözlənilməz çıxış yolu tapacaqsınız. Fərasətiniz başqalarını xoş anlamda təəccübləndirəcək. Şübhəsiz ki, çoxları sizi daha yaxından tanımaq istəyəcək. Qeyri-adi işlərə başvurmaq, maraqlı insanlarla tanış olmaq imkanı olacaq. Həmişəkindən daha tez-tez diqqət mərkəzində olacaqsınız və şübhəsiz ki, bundan həzz alacaqsınız. Qız. Aktiv və hadisələrli gündür. Müxtəlif insanlarla çoxlu söhbətlər edəcəksiniz. Bəzi qız bürcləri iş tapşırıqlarını ailə məsələləri ilə birləşdirməli olacaqlar və heç bir xüsusi çətinlik çəkmədən hər şeyin öhdəsindən gələ biləcəklər. Həmkarların və ya yaşlı tanışların məsləhətlərinə laqeyd yanaşmayın, heç olmasa onlar sizə yaxşı fikirlər verəcəklər. Gün ərzində enerjili və qətiyyətli olacaqsınız. Təşəbbüs göstərmək, təkliflər vermək və gələcək üçün planları müzakirə etmək üçün əlverişli zamandır. Bu, təkcə iş məsələlərinə deyil, həm də ürək məsələlərinə də aiddir. Bugün sakit qalmaq asan olmayacaq. Bəzi xırda hadisələrə kəskin reaksiya verə bilərsiniz, başqa vaxt diqqət yetirməyəcəyiniz detalları ürəkdən qəbul edə bilərsiniz. Qeyri-adi tanışlıqlar, əvvəllər haqqında çoxlu xoş sözlər eşitdiyiniz insanlarla görüşlər mümkündür. Dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna edilmir. Həddindən artıq işləməməyə və özünüzdən mümkün olmayanı tələb etməməyə çalışın. Axşam üçün heç bir çətin iş və ya uzun səfərlər planlaşdırmamaq daha yaxşıdır. Biraz dincəlin və dərhal özünüzü daha yaxşı hiss edəcəksiniz. Ciddi məsələləri və gələcək üçün planları müzakirə etmək, biznes maraqlarınızı və peşəkar məqsədlərinizi bölüşən insanlarla ünsiyyət qurmaq üçün yaxşı gündür. İş haqqında söhbət qeyri-rəsmi şəraitdə aparıla bilər, sizə maraqlı nəsə təklif oluna və ya əla məsləhət verilə bilər. Səfərlər yaxşı nəticələnəcək və işgüzar məqsədlə və ya sadəcə əylənmək üçün getməyinizin fərqi yoxdur. Evdən uzaqda xoş tanışlıqlar mümkündür. Romantik hekayə başlaya bilər. Alış-veriş edə bilərsiniz. Uzun müddət sizi məmnun edəcək əşyaları seçəcəksiniz. Başqaları ilə münasibətiniz kəskin şəkildə dəyişə bilər. Fikrinizi gizlətmək istəmirsiniz, ona görə də kimisə sərt iradla incidə bilərsiniz. Amma bugün hər kəs sözlərinizi xüsusilə diqqətlə dinləyəcək. Əvvəllər sizi kiçik hesab edən insanlar səhv etdiklərini anlayacaqlar. Ola bilsin ki, rəğbət və qarşılıqlı maraq düşmənçiliyi əvəz etsin. Bəlkə də qeyri-adi və həyəcanlı bir romantik hekayənin başlanğıcı olacaq. Pulla bağlı hər şeydə daha diqqətli olmağa dəyər. Hesablamalarda əlavə xərclərə səbəb olacaq səhvlər yer ala bilər. Günün başlanğıcı yaxşı alınacaq. Ünsiyyət qurmaq üçün yaxşı vaxtdır. Başqaları ilə yola getmək sizin üçün asan olacaq. Köhnə tanışları nəyin narahat etdiyini və yeni tanışların sizdən nə gözlədiyini başa düşəcəksiniz. Sizi çox maraqlı fikirlərə sövq edəcək gözlənilməz hadisələrlə yanaşı, uğurlu təsadüflər də mümkündür. Yeni peşəkar planların meydana çıxması gözlənilir. Günortadan sonra fikirlərinizi toparlamaq çətinləşəcək. Söhbətlər, suallar və istəmədiyiniz məsləhətlər diqqətinizi yayındıracaq. Bu, xoşagəlməz səhvlərə və yanlış hesablamalara səbəb ola bilər. Ancaq səhvlərinizi vaxtında görəcək və hər şeyi düzəldəcəksiniz.
Tərəzi. Vacib məsələləri axşama qədər təxirə salmayın. Günün ilk yarısı xüsusilə uğurlu və məhsuldar olacaq. Bir çox tərəzilər özləri üçün son dərəcə sərfəli şərtlərlə sövdələşmələr bağlaya biləcəklər. Çox güman ki, ümidverici təkliflər alacaqsınız. İntuisiyanız sizə dərhal onları götürməyiniz lazım olduğunu və ya biraz gözləməyin daha yaxşı olub olmadığını söyləyəcək. Bütün ideyalarınız reallaşmayacaq. Günün ikinci yarısında impulsiv qərarlara meyilli olacaqsınız və bu həmişə uyğun olmayacaq. Nəticə çıxarmağa tələsməyin. Detallara daha çox diqqət yetirin, bu zəhlətökən səhvlərdən qaçmağınıza kömək edəcək. Yeni tanışların ilk təəssüratına etibar etməyin, onlar sizi yoldan çıxara bilərlər. Hər hansı bir vəd verməzdən əvvəl 2 dəfə düşünün, ciddi öhdəliklər götürməyin. Keçmişdə qazandığınız təcrübəyə istinad etmək sizin üçün faydalı olacaq. Bu, köhnə səhvlərin təkrarlanmasının qarşısını alacaq. Günün birinci yarısı səfərlər, eləcə də uzaqdan gələn insanlarla görüşlər üçün əlverişlidir. Daha sonra sövdələşmələr, eləcə də alış-veriş üçün əlverişli zaman gələcək. Gözlənilməz hədiyyələr də ola bilər. Yalnız özünüz üçün deyil, başqaları üçün də çoxlu yaxşı işlər görməyə vaxtınız olacaq. Çətin vəziyyətdə qalan insana kömək etmək, yaxın adama dəstək olmaq imkanı yaranacaq. Son zamanlar hər kəsi narahat edən məsələlər uğurla həll olunacaq. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ehtimal olunur, fikir ayrılıqları daha az olacaq və çox şey razılaşdırılacaq. Gün öyrənmək üçün əlverişlidir. Lazım olan hər şeyi tez xatırlayacaqsınız, yeni biliklər üçün tətbiq sahəsi tapacaqsınız. Bugün bir çox dolçalar çox fərqli insanlarla tez bir zamanda ümumi dil tapmaq bacarığına ehtiyac duyacaqlar. Bürcün nümayəndələri daha sonra onlara mühüm xidmətlər göstərəcək şəxslərlə tanış olacaqlar. Gün çox gərgin keçəcək. Çətin ki, bugün plana uyğun hərəkət edə biləsiniz. Bəzi gözlənilməz hadisələr, xəbərlər ola bilər, buna görə tamamilə yeni bir iş görməli olacaqsınız. Sərfəli sövdələşmələr və uğurlu alışlar olacaq. Günün ikinci yarısı ünsiyyət üçün xüsusilə əlverişlidir. Müxtəlif insanlarla görüşmək yaxşı olacaq, hətta əvvəllər əlaqə qurmağa son dərəcə həvəssiz olanlarla belə anlaşacaqsınız. Dostlarla görüş çox parlaq təəssüratlar buraxacaq. Romantik bir görüş də uzun müddət yadda qalacaq. Günün narahatlıq olmadan keçmə ehtimalı azdır. Emosional fon qeyri-sabit olacaq və çox şey ürəyinizcə alınmayacaq. Qarşılıqlı iddialar səbəbindən başqaları ilə münasibətlər müvəqqəti olaraq gərginləşəcək və köhnə narazılıqlar kifayət qədər yersiz şəkildə xatırlana bilər. Bununla belə ciddi problemlər olmayacaq. Siz gərgin məqamları yumşaltmağa çalışacaqsınız və bu mütləq nəticə verəcək. Gün maliyyə məsələlərinin həlli və sövdələşmələr üçün əlverişlidir. Pulla bağlı hər məsələdə intuisiyanıza arxalana bilərsiniz. Onun ipuçları dəqiq olacaq. Əqrəb. Ən asan gün deyil. Bununla belə, səhər qarşınızda əlverişli imkanlar açılacaq, bundan yararlanmaq vacibdir. Yeni tərəfdaşlarla danışıqlar aparmaq əla olacaq. Bir çox əqrəblər öz layihələrinə perspektivli sponsorlar cəlb edə biləcəklər. Rəhbərlik və digər nüfuzlu insanlarla münasibətlər qurmaq üçün əlverişli zamandır. Heç bir ciddi işi axşama qədər təxirə salmayın. Başladığınız işi bitirin, səhvləri düzəldin və sənədlərinizi sıraya qoyun. Növbəti gündən əvvəl kifayət qədər dincəlmək çox vacibdir. Gün mürəkkəb problemlərin həlli, vacib suallara cavab tapmaq üçün münasibdir. Daha əvvəl heç kimin ağlına gəlməyən bir ideya ilə qarşılaşacaqsınız. Son vaxtlara qədər demək olar ki, ümidsiz görünən bir vəziyyətdə uğur qazanmaq mümkün olacaq. Bununla belə, hər şeyin sizin üçün asan olacağını gözləməyin. Çox çalışmalısınız, buna hazır olun. Diqqət və konsentrasiya tələb edən işlər səhər saatlarında görülməlidir. Sonradan tez-tez diqqətinizi yayındıracaqsınız, buna görə də səhv edə, nəyisə görməzdən gələ bilərsiniz. Axşam saatları sizi maraqlı bir insanla görüş gözləyir. Sizi narahat bir gün gözləyir. Çox güman ki, eyni anda bir neçə işi görməli, başqalarının səhvlərini düzəltməli, bir vaxtlar başqalarının başladığı işi tamamlamalı olacaqsınız. Bacaracaqsınız.
Yaxşı ideyalar ortaya çıxacaq, siz çoxlarını çaşdıran problemləri həll etməyin yeni yolunu tapacaqsınız. Çox güman ki, xoş tanışlıqlar, uzun dostluğun başlayacağı görüşlər olacaq. Bir çox insanlarda xoş təəssürat yaradacaqsınız. Hətta adətən yalnız başqalarının qüsurlarını görən insanlar da sizin ən yaxşı keyfiyyətlərinizə və güclü tərəflərinizə diqqət yetirəcəklər. Uğur üçün bugün ciddi yanaşma lazımdır. Məhz onun sayəsində yolda qarşınıza çıxan hər hansı maneəni dəf edəcəksiniz. Çox güman ki, səhər tək başına hərəkət etməli olacaqsınız. Daha sonra kömək alacaqsınız. Günün ikinci yarısı mühüm məsələlərin müzakirəsi üçün münasibdir. Çoxlarının sizi dəstəklədiyi ortaya çıxa bilər, baxmayaraq ki, əvvəllər bu barədə danışmamısınız. Yəqin ki, gözlənilməz, lakin çox cəlbedici bir iş təklifi alacaqsınız. Günün başlanğıcı çətin ola bilər. Çətin ki, bu zaman təlaş, narahatlıq və münaqişələrdən qaçmaq mümkün olacaq. İşlər plana uyğun getməyəcək və vəziyyəti dərhal nəzarətə ala bilməyəcəksiniz. Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq, ulduzların dəstəyini hiss edəcək, vəziyyətin yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Axşam saatları yaxşı keçəcək. Son zamanlar çox darıxdığınız insanla təsadüfi görüş istisna edilmir. Əgər özünüzü itirməsəniz və düzgün davransanız, növbəti dəfə romantik şəraitdə görüşəcəksiniz. Ox atan. Gününüz xoş keçsin. Uzun müddət başlamağa cəsarət etmədiyiniz işlərin öhdəsindən belə gələcəksiniz. İdeyalarınız ətrafınızdakıların tam təsdiqi ilə qarşılaşacaq. Həmkarlarınızın və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirə biləcəksiniz. Oxatanların əksəriyyəti işlərində faydalı olacaq, faydalı bacarıqları öyrənə biləcəklər. Danışıqlar və ciddi məsələlərin müzakirəsi qeyri-adi şəkildə müsbət gedəcək. Günün ikinci yarısı mövcud münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək üçün mükəmməldir. Bu iş biznes və şəxsi həyata aiddir. Yaxınlarınızın işlərinizə müdaxiləsi təəccüblü dərəcədə müsbət olacaq. Başqalarının dediklərinin hamısına inanmamalı və keçici arzuların dalınca qaçmamalısınız. Ciddi və diqqətli olsanız, bugün çox şeyə nail olacaqsınız. Hər şeyi tək başına etmək lazım deyil, ancaq köməkçilərinizi diqqətlə seçməlisiniz. Yaxşı tanıdığınız insanlara etibar edin. Gün kiçik alışlar üçün münasibdir, düzgün əşyaları dəqiq seçəcəksiniz, çox xərcləməyəcəksiniz. Axşam saatlarında bəzi məişət problemlərini həll etmək mümkün olacaq. Çox güman ki, gözlənilməz səfərlər sizi sevindirəcək. Kiçik anlaşılmazlıqlar ola bilər. Günün əvvəlində baş verə biləcək xoşagəlməz hadisələrdən narahat olmamağa çalışın. İşlər plana uyğun getməsə belə ciddi problemlərdən qaçmağın və dəyişiklik etməyin yolunu tapacaqsınız. Yeni tanışlarla ümumi işlər sizi çox yaxınlaşdıracaq. Günün ikinci yarısı maraqlı görüşlər və mühüm söhbətlərin vaxtıdır. Faydalı şeylər öyrənmək, vacib bir işdə uğur qazanmağınıza kömək edəcək məlumat əldə etmək şansınız var. Ailə əmlakı ilə bağlı yeni planlar və ya qohumlarınızla çoxdan həyata keçirməyi planlaşdırdığınız bəzi layihələr ola bilər. Kiçik işlər üçün narahat olmamağa çalışın. Bugün heç də hər şey rəvan getməyəcək, amma ciddi problemlər sözsüz ki, olmayacaq. Çox səy göstərdiyiniz işləri uğurla başa çatdırmaq fürsəti yaranacaq. Bəzi oxatanlar da əvvəllər mübahisə etdikləri şəxslərlə anlaşacaq və yeni dostlar tapacaqlar. Alış-verişə tələsməmək daha yaxşıdır, xüsusən də əvvəldən bunu planlaşdırmamısınızsa. İndi lazımsız bir şeyə əhəmiyyətli bir məbləğ xərcləyə bilərsiniz. Sonradan belə xərclərə görə peşman olacaqsınız. Yerinə yetirə biləcəyinizə əmin olmadan vəd verməməlisiniz. Günün ilk yarısı üçün xüsusilə vacib bir şey planlaşdırmamaq daha yaxşıdır. Rahat olun. İstirahət bugün sizə zərər verməz. Vəziyyəti dəyişdirmək, gündəlik işlərdən qaçmaq, bəzi yeni yerləri ziyarət etmək də faydalı olacaq. Köhnə dostları görsəniz, əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Günün ikinci yarısı təlaş və çaşqınlıq olmadan keçməyəcək, lakin yenə də kifayət qədər məhsuldar olacaq. Siz vacib işlərə diqqət yetirəcəksiniz və xırdalıqlara diqqətinizi yayındırmayacaqsınız, beləliklə istədiyiniz nəticəni tez əldə edəcəksiniz. Nağd vəsait gəliriniz ola bilər. Eləcə də uğurlu alışlar mümkündür.
Oğlaq. Gərgin, lakin mübahisəli gündür. Müxtəlif insanlarla danışıqlar aparmaqda yaxşı olacaqsınız. Siz həm söhbətinizin gizli motivlərini asanlıqla başa düşəcək və onu haqlı olduğunuza inandırmaq üçün düzgün sözlər tapacaqsınız. Qeyri-adi məsələləri başa düşə biləcəksiniz. Bu prosesdə işinizdə sizə faydalı olacaq şeyləri öyrənəcəksiniz. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq, buna görə də bir çox oğlaq yalnız faydalı əlaqələr qurmayacaq, həm də romantik münasibətlərə başlayacaq. Günortadan sonra aktivlik bir qədər azaldılmalıdır. Tələsik qərarlar verməyin, çox güman ki, səhv çıxacaq. Biznesdə diqqətli olmaq lazımdır. Bugün xəyallar qurmağa meyilli olacaqsınız. Mümkündür ki, kimsə bundan istifadə etməyə çalışsın. Yaxınlarınızın məsləhətlərinə qulaq asmağa dəyər. Bu insanlar sizi səhvlərdən və ağılsız hərəkətlərdən qorumağa çalışacaqlar. Yaradıcılıq fəaliyyəti üçün əlverişli gündür. İxtiraçılıq və təxəyyül lazım olan yerdə sizin tayınız bərabəriniz olmayacaq. Axşam saatları maraqlı görüşlər vəd edir. Onlar uzun müddət yadda qalacaqlar. Romantik davam ala biləcək tanışlıqlar istisna edilmir. Gün olduqca yorucu olacaq. Çox güman ki, bir anda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız və nəyisə sonraya təxirə salmaq imkanı olmayacaq. Bu, asan olmayacaq, ancaq bunu edə bilərsiniz, təcrübəniz kömək edəcək. Gözlənilməz səfərlər mümkündür. Bəzi oğlaqlar haqqında çox eşitdikləri yerləri ziyarət edəcəklər. Yəqin ki, bəzi kiçik məişət anlaşılmazlıqları yaranacaq. Gündəlik problemlərin həlli xərc tələb edəcək, lakin əhəmiyyətli məbləğ deyil. Axşam romantik görüş üçün, eləcə də xoş təəssürat yaratmaq istədiyiniz bir insanla görüş üçün çox əlverişlidir. Çox şey edə biləcəksiniz. İntuisiyanız sizə ilk növbədə nəyə diqqət edəcəyinizi və nəyi təxirə sala biləcəyinizi söyləyəcək. Enerjinizi boş yerə sərf etməyəcəksiniz. Başqaları bu yanaşmanızı çox bəyənəcək, onlar sizə mütləq kömək təklif edəcəklər. İmtina etməyin, uzun bir dostluq ümumi bir işdən başlaya bilər. Gün açıq hava fəaliyyəti idman üçün əlverişlidir. Səfərlər yaxşı nəticələnəcək, xüsusən də onları özünüz planlaşdırsanız və bütün xırda şeyləri nəzərə almağa çalışsanız. Yaxınlarınız məmnuniyyətlə sizi müşayiət edəcəklər. İntuisiyanıza etibar edin, bugün o, məqsədlərinizə çatmağınıza, bir çox işlərdə uğur qazanmağınıza kömək edəcək. Bugün yaxın gələcəkdə etməyi planlaşdırdığınız iri miqyaslı və mürəkkəb işlərə hazırlaşmaq yaxşıdır. Məlumat toplamaq, sənədləri öyrənmək, maraqlı fikirlər deyə bilən insanlarla ünsiyyət qurmaq faydalı olacaq. Həddindən artıq işləməmək vacibdir. Bugün yorğunluq həm əhval-ruhiyyənizə, həm də səhhətinizə xüsusilə pis təsir edəcək. Enerjinizi bərpa etmək və müsbət əhvala köklənmək üçün özünüzə qulluq edin. Dolça. Çox yaxşı gün deyil. Sakit qalmaq çətin olacaq. Hər şeyi planlaşdırdığınız kimi getməyəcək, ona görə də getdikcə tənzimləməli olacaqsınız. İşlərinizdə başqalarının köməyinə ümid etməməlisiniz. Onlar səndən imtina etməyəcəklər, amma hər şeyin öhdəsindən tək başına daha tez gələcəksən. Vacib qərarlar qəbul etməməli və iri miqyaslı layihələrə başlamalısınız. Günün ikinci yarısında diqqətinizi rutin işlərə yönəltməlisiniz. Bir vaxtlar təxirə saldığınız işləri sonradan yerinə yetirə biləcəksiniz. Yaxınlarınızın dəstəyi dolça bürclərinin əksəriyyətinə gərgin gündən sonra istirahət etməyə kömək edəcək. Risklərdən qaça biləcəyiniz yerdə risk etməyin. Diqqətlə hərəkət etməklə, xüsusilə işdə istədiyiniz nəticəni daha sürətlə əldə edəcəksiniz. Təcrübə də burada faydalı olacaq. Bunun sayəsində siz başqalarından daha tez özünüzü qeyri-müəyyən vəziyyətdə istiqamətləndirəcək, nəyə qadir olduğunuzu göstərəcəksiniz. Ola bilər ki, tezliklə əməkdaşlıq təklifləri alacaqsınız. Günün ikinci yarısı gələcək haqqında danışmaq, planları müzakirə etmək üçün münasibdir. Heç bir fikir ayrılığı, mübahisələr üçün heç bir səbəb olmayacaq. Axşam sevənlər üçün romantik sürprizlər vəd edilir. Günə sadə və tanış işlərlə, məlum vəzifələri həll etməklə başlamağa dəyər. Onların öhdəsindən tez gələcəksiniz, heç bir çətinlik olmayacaq və bir az sonra diqqətinizi daha maraqlı bir işə yönəltmək mümkün olacaq. Başqalarının görmədiyini fərq etmək bacarığınız faydalı olacaq. Yaradıcı olmağa çalışın.
Beləliklə, böyük uğur qazana bilərsiniz. Günün ikinci yarısı maliyyə və əmlakla bağlı istənilən məsələlərin həlli üçün əlverişlidir. Sahibkarlar üçün bu dəfə uğurlu olacaq, sərfəli sövdələşmələr bağlayacaqlar. Dostlarla görüşmək üçün gözəl gündür. Onlarla ünsiyyət sizi sevindirəcək və sizi maraqlı fikirlərə aparacaq. Yeni tanışlıqlar da mümkündür. Bugün qarşılaşdığınız hər kəsdə güclü təəssürat yaradacaqsınız. Kimsə ilk baxışdan sizə aşiq ola bilər. Yaxşı sövdələşmələr mümkündür. Ola bilər ki, siz əlavə gəlir mənbəyi tapacaqsınız, kiminləsə əməkdaşlıq barədə razılaşa bilərsiniz. Günün ikinci yarısı üçün xüsusilə çətin və yorucu bir iş planlaşdırmamaq daha yaxşıdır. Ən yaxşısı, bu vaxt rahat bir fasilə və sizi yaxşı başa düşən insanlarla ünsiyyət üçün əlverişlidir. Yeni insanlarla tanış olmaq üçün əla gündür. Sizi hamı bəyənəcək. Maraqlı təkliflər olacaq və onlardan imtina etmək istəməyəcəksiniz. Bəzi dolçalar qeyri-adi tədbirlərə qatılmaq və əvvəllər haqqında çox eşitdikləri insanlarla tanış olmaq şansı əldə edəcəklər. Yeni mənbələrdən gəliriniz ola bilər, eləcə də qiymətli hədiyyələr ala bilərsiniz. Uzun müddətdir gözlədiyiniz diqqət jestləri istisna edilmir. Axşam romantik sürprizlər vəd edilir. Balıq. Gün olduqca yaxşı başlayacaq, ona görə də xoş anları qaçırmayın. Fəaliyyətiniz və enerjiniz ən çətin və gözlənilməz işlərin öhdəsindən gəlməyə kömək edəcək. Gələcək uğur üçün yaxşı zəmin yarada biləcəksiniz. Bununla belə, bəzi balıqlar öz hərəkətlərində həddindən artıq tələskənliyə meyilli olacaqlar ki, bu da kiçik problemlərə və əsəbi səhvlərə səbəb ola bilər. Axşam yaxınlaşdıqca məişət işlərinə xüsusi diqqət yetirməli olacaqsınız. Bu, yorucu və ya ağır olmayacaq, ancaq sizi bəzi planları təxirə salmağa və ya ləğv etməyə məcbur edəcək. Səhər anlaşılmazlıq və mübahisələrdən qaçmaq çətin olacaq. Xırda məsələlərdə fikir ayrılıqları yarana bilər, hər şeyi həll etmək üçün səy göstərməli olacaqsınız. Əvvəllər tez razılaşa bildiyiniz insanlar xüsusilə inadkar olacaqlar, çətin ki, kiçik güzəştlərə belə getsinlər. Amma bütün bunlar əhvalınızı korlamayacaq. Tezliklə müsbət tendensiyaların təsiri artacaq, vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. Biznes sahəsində yeni imkanlar açılacaq, gözlədiyinizdən də böyük uğurlar qazanacaqsınız. Günün başlanğıcı gərgin ola bilər. Bu, ünsiyyət baxımından çətin bir dövrdür, başqalarını düzgün başa düşmək çətin olacaq. Amma münaqişədən qaçmaq vacibdir. Sakit və mehriban davransanız, münasibətlərdə harmoniya tezliklə bərpa olunacaq. Müsbət tendensiyaların təsiri sürətlə artacaq, yaxşılığa doğru dəyişikliklər çox çəkməyəcək. Günün ikinci yarısı xoş xəbərlər və xoş təsadüflər vəd edir. Bu zaman bir çoxları uzun müddət düşündükləri suallara cavab tapacaqlar. Həyəcanlanmayın. Bugün özünüzü idarə etmək və sülhsevər münasibət saxlamaq xüsusilə vacibdir. Məhz bu davranış sizə yaxınlarınızla ünsiyyətdə gərgin anlardan qaçmağa kömək edəcək. Bugün xüsusilə həssas olan insanlarla ünsiyyətdə olacaqsınız. Vacib məsələlərin müzakirəsi günün ikinci yarısına qədər təxirə salınmalıdır. Bu zaman razılaşmaq daha asan olacaq. Gün gələcək haqqında düşünmək və planlar qurmaq üçün əlverişlidir. Hadisələrin necə cərəyan edəcəyini, başqalarının nə edəcəyini, öz məqsədlərinizin necə dəyişəcəyini təxmin edə bilərsiniz. Gün parlaq və hadisələrlə dolu olacaq. Mümkündür ki, planlaşdırılan işlərə tamamilə yeni işlər əlavə olunsun. Onları həvəslə götürəcəksiniz, boş yerə vaxt itirməyəcəksiniz. Şübhəsiz ki, hər hansı bir problemin həllində yaradıcı olmaq bacarığı faydalı olacaq. Onun sayəsində başqalarının bacarmadıqlarının öhdəsindən gələcəksiniz. Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizə qarışacaqlar. Yaxşı niyyətlə etsələr də siz bunu dərhal başa düşməyəcəksiniz. Başqasının məsləhətinə qulaq asmazdan əvvəl vəziyyəti özünüz düşünün. Yəqin ki, nə edəcəyinizi təxmin edə bilərsiniz.